Salam dəyərli izləyicilər, xoş gördük sizləri. Deməli, baxacağıq biz bu günləri informatika 11-ci sinif dərslik sonundakı kompüter şəbəkələri suallarını izah. Birinci sualda deyir, yoğunluğu müəyyən edin. Lokal şəbəkə, qlobal şəbəkə, virtual, özəl şəbəkə. Deməli, lokal şəbəkə hər hansısa bir kiçik ərazini əhatə edir. Tutaq ki, ofis daxilində, bina daxilində ola bilər. Local area network deməli, 1-ə uyğun gələcək D, yəni LAN. Ondan sonra wide deməli C, qlobal uyğun gələcək 2-yə. Virtual özəl şəbəkə isə VPN-dir. VPN-ləri tanıyırsınız. C-dən uyğun gələcək A variantı. Müharibə vaxtı yadınızdadırsa çoxlu istifadə edirdiniz VPN-lərdən. Bunlardan hansı aktiv şəbəkə avadanlığı deyil? BSN deyil, əvvəlcə aktivlə pasiv ayıraq, ondan sonra aktiv şəbəkə avadanlıqları hansısa bir alqoritmik ardıcıllıqla işləməlidir. Sonra passivdə isə bura aid edici ancaq əsasən kabelləri və bir də kabellərin uclarındakı birləşdiricilər və s. Yəni buradakı qurğular əsasən təsir edir siqnalın sürətinin artmasına, azalmasına və s. bu işlərə. Deməli, indi baxaq, bunlardan hansı aktiv şəbəkə avadanlığı deyil, yəni ki, bizdə pasiv istəyir. A variantına baxsaq, modem aktivdir. Yönləndirici və yaxud da router deyəcək buna aktivdir. Şəbəkə kartı aktivdir. Şlüz və yaxud da gateway və yaxud da şəbəkə keçidi. Bu da nədir? Aktivdir. Bizdən pasiv istəyirdi. RJ45 bağlayıcısı. Yəni ki, modemdən ki, gəlir kabel sizin kompüterinizə daxil olur. Keçirici var, kabelin ucundakı. Həmin o nə olur? RJ45. Cavabımız nə olacaq burada? D variantı. Bunlardan hansı pasiv şəbəkə avadanlığı deyil? Yəni indi bu dəfə bizdən aktiv istəyir. Deməli, şəbəkə kabeli dedik, kabel olacaq nə? Pasiv. RJ45 bağlayıcısı dedik, pasiv. D variantı. Gəldikdə üstündəyik. Wi-Fi adapteri aktiv olacaq. Kabellər ümumiyyətlə hamısı pasivdir. Montaj şkafı, bu da pasivdir. Montaj şkafı, yəni ki, binaların girişində, nə bilim, indi hərədə bir yerdə də tutaq ki, ofisdə girişdə ola bilər. Kabellərin ümumi gəlib birləşdiyi yer. Belə, oldu nə cavabımız? Wi-Fi adapteri. Ondan sonra 4-cü. Şəbəkə paketləri qəbul edib ən səmərəli marşrut üzrə göndərən qurğu hansıdır? Buna nə deyəcək biz? Router və yaxud da yönləndirici. Deməli, şəbəkə keçidi, gateway və yaxud da şlüz aidiyyatı yoxdur. Körpü şəbəkənin alt şəbəkələrə ayrılır. Modem tanıyırsınız. Toparlayıcı isə, məsəl üçün, pasiv ulduz quran vaxt istifadə olunur. Hub qurğusudur. Şəbəkəni alt şəbəkələrə ayırmaq üçün və ya eyni tipli şəbəkələri birləşdirmək üçün hansı qurğudan istifadə olunur? Burada dedik, körpüdür bu və yaxud da ki, buna nə deyəcəyik? Bridge deyiləcək. Belə, digərlərini dedikdə yuxarıda təkrar demirəm. 6-cı sualımız. Ayrı-ayrı rabitə protokolları ilə işləyən müxtəlif tipli şəbəkələr arasında informasiya mübadiləsini gerçəkləşdirmək üçün birləşdirici qurğu hansıdır? Hə, bunu yuxarıda deməmişdik. Şlüz və yaxud da ki, gateway deyəcəyik buna, şəbəkə keçidi. A variantı. Digərləri yenə eyni şeydir. Bir də toparlayıcını bu şəkildə yazılmalıdır. Qeyd eləmişdik. Deməli, 7-ci. Bu adda şəbəkə topologiyası yoxdur. Topologiyalarımız deməli tamdır, şindir, ulduzdur, halqadır, ağacdır. İndi bura baxsaq, şin var, halqa var, ulduz var. Ulduz 2 yerə bölünür, aktiv və pasiv. Ağac da var. Wi-Fi təbii ki, nədir? Simsiz şəbəkə texnologiyasıdır. Bura heç bir aidiyyatı yoxdur. Onun 8-ci sualımız. Faz tezerinin standartında verilənlərin maksimal ötürülmə sürəti nə qədərdir? Ümumiyyətlə, əsasları yazdım, bəzilərini bəsdir. Faz tezernetdə deməli, tam yazmıram sözü. Sürətimiz nə qədərdir? Bizdə 100 megabit bölünsün saniyə. Ondan sonra deməli, gigabit. Gigabitdə olacaq neçə? 1 gigabit bölünsün saniyə. Sonra 10 gigabitdə nəsə də bundan sonra da 10 gigabit, 100 gigabit qarşısındakı ədəd nədirsə o qədərdir sürət. 10 gigabit. Ondan sonra 100 gigabit, hər nəsə yəni. Qarşısındakı ədəd nədirsə sürətimiz də o qədər olacaq. Deməli, indi bizdən burada nə istəyirdi? Faz tezernet.
Burada deməli cavab nə olacaq? 100 megabit. Cavabımız Y variantı olmuş olur. Belə. Gigabit tezliyinin standartında verilənlərin maksimal ötürmə sürəti nə qədərdir? Bunu indicə dedikdə olacaq burada nə? 1 gigabit bölünsün saniyə. Burada cavabımız yoxdur. 1 gigabit bölünsün saniyə. Deməli 802.3 standartına görə Ethernet arxitekturasında şəbəkədəki kompüterlərin maksimal sayı nə qədər olacaq? 210 sayda 1024 dənə. Bu nəzəri bir sualdır. Ümumiyyətlə şəbəkələr əslində yəni burada elə bir məsələ misal da yoxdur, nəzəriyyədir. Əslində yaxşı bölmədi, amma niyəsə son illər qəbuldan azaldılar. Bunlardan hansı simsiz şəbəkə texnologiyası deyil? Deməli, simli və simsiz və yaxud da naqilli və yaxud da naqilsiz. Tanıyırsınız da hansılar? Wi-Fi deməli simsizdir, minus qoyacam hamısını. Simsizlərə. WiMAX daha geniş əraziləri əhatə edir. Bluetooth tanıyırsınız, üstündə qalmağa ehtiyac yoxdur. Hücrəsəl rabitə və yaxud da mobil rabitə, bu da simsizdir. Simsiz şəbəkə texnologiyası deyil, yəni Ethernet arxitekturasını burada götürəcəyik cavabımıza. 12 uyğunluğu müəyyən edin. Əşyaların interneti, mobil internet, SMS. Sual. Yaxşı sual deyil axı. Nəyə görə yaxşı sual deyil? Yəni onsuz da 5G ilə bunun hamısını eləyə bilirsən də. 4G ilə də edirsən. 4G ilə yaxşı deməyib. 5G ilə nəsə bunun hamısını edirsə də 4G ilə biraz əşyalarla bağlı çətinliyimiz ola bilər sürətdə. 5G daha yaxşıdır. Yenə də 4G ilə də çox şey işlədirik. Nəsə də 5G belə götürəndə Y variantı bunun içinə qalır. Sadəcə indi bu kitaba görə məcbur kitaba uyğun seçək. Deməli, əşyaların interneti 1-ə götürəcəyik 5G-ni. Variantını yazaq elə. Y variantı. Mobil internet 2-yə girəcək deməli. 3G C variantı səhv eləmirəmsə, SMS 3-ə də olacaq nə? 2G B variantı. Amma yəni bir dənə yəni də bir məntiqlə də 5G olsa bunun üçünü də işlədirsiniz, hər şeyi də işlədirsiniz. Y, C, B. Server nədir? Deməli, BS-nə deyək də. Müştəri server deyəndə nə başa düşür? Müştəri bizdə serverdəki həmin o ana kompüter hansısa ona deyirik. Yəni hər hansısa bir güclü kompüter. A variantı şəbəkədəki istifadəçilər arasında dialoq aparan proqram. Xeyr, şəbəkədəki kompüterlərin qoşulduğu güclü kompüter, əsas yəni ana kompüter. Cavabımız olacaq bu. Ümumi şəbəkəyə qoşulmuş istifadəçi kompüteri bu müştəridir. Heç şəbəkədə verilənlərin təqdim edilmə forması və ya ötürülmə üsulu müəyyənləşdirən standartda heç fərqli rabitə protokolları işləyən müxtəlif tipli şəbəkələri birləşdirən qurğu. Bunu da yuxarıda dedik, şülüz və yaxud da gateway. Bu şəbəkələrdən hansı məhdud coğrafi ərazini əhatə edir? Deməli, geniş miqyaslı şəbəkə xeyr, eksternet şəbəkəsi. Bunlar qəbula düşmür. Kitabın içində var idi, düzdür, amma niyə? Qəbula düşmür və burada var. Nəsə, məhdud coğrafi ərazini əhatə edən olacaq nə? Yerli şəbəkə. Və yaxud da ki, regional şəbəkə deyə bilərik. Bunun fərqi yox. Deməli, yazaq da buradan. LAN. Bundan sonra MAN. Devam. Lokal şəbəkə, regional şəbəkə və qlobal şəbəkə. Cavabımız 14-də nə olur? B variantı yerli şəbəkə. 15. Kompüter şəbəkəsinin ümumiləşdirilmiş həndəsi xarakteristikasına nə deyilir? Belə deyək də, biz hansı topologiyalardan istifadə edirik? Ümumiyyətcə buna deyirik şəbəkə topologiyası. Topologiyalarımızda hansılardır? Şin, halqa və ulduz. Həndəs xarakteristikası, yəni sən onu hansı quruluşda quraşdırırsan da, yəni şəbəkə. Məsəl üçün, kompüterləri tutalım ki, kitabda göstərilən kimi çəkimdə. Fərqi yoxdur, amma diqqətli olsun bəzi şeylərdə. Məsəl üçün, BS-nə bir şey də çəkilə bilər. Yox, bunu səhv yazdım. Bəs, bu da yəni şindir. Burada halqa deyil. Halqada məsəl üçün BS olacaq. Kompüterin birindən kabel keçib
o birisinə daxil olur. Bu halda bu şimdi Deva ulduz, ulduzda mərkəzdə bir güclü kompüter olur, digərləri ona birləşir. Ulduz da neçə yerə bölünür? Aktiv və passiv olmaqla. Əgər ortada hub varsa, hub qurğusu olur passiv. Əgər ortada güclü kompüter və ya switch varsa, onda olacaq nə? Aktiv ulduz. Nəsə biraz kənara çıxdıq olsun. Cavabımız nə olacaq? Şəbəkə topologiyası. Yəni mən şəbəkəni quranda hansı quruluşdan istifadə edirəm? Şəbəkənin bütün kompüterlərinin bir mərkəzi qurğuya birləşdirildiyi şəbəkə topologiyası necə adlanır? Bunu haqda incə dedik. Cavabımız nə olacaq? Ulduz B variantı. Yəni bir mərkəzi qurğu var və kompüterlər ona birləşir. Hansı şəbəkələrə taahhütçülər şəbəkəsi deyilir? Belə deyək də, taahhütçülər və müştəri server olmaqla iki yerə böləcəyik. Aralarında künsiyyətə görə. Müştəri server olanda biz serverdən asılı oluruq. Yəni o bizə müəyyən icazələr verir və müəyyən qadağalar qoyur. Taahhütçülərdə isə hamısı eyni səviyyəli olur. Kitabda yazıldığı kimi yazılır. Deməli, A variantı bütün kompüterlər bir kabel ilə birləşdirilmiş olan bunun aidiyyəti yoxdur. Müxtəlif kompüterlərin serverlə birbaşa bağlantısı getdi. Bütün kompüterləri bərabər hüquqlu olan şəbəkə. Yəni eləsinə bir şəbəkədir ki, orada bütün kompüterlər bərabər hüquqludur. Ötürmə sürəti 28800 bit bölü saniyə olan qurğu 1 saniyədə nə qədər informasiya ötürə bilər? Sürətin budur, zamanın budur. Elə bunu vurursunuz 1-ə. Edir bu qədər. Cavablarda nə var amma? Kilobayt, megabaytlar var. Bayt da var. Yaxşı, gəlin onda növbəli keçək də. 28800 bayta keçsək. 8-ə bölsək. 1600. Elə baytla var da cavabımız. Cavab nə olacaq? Y variantı. Əgər baytda cavab olmasaydı, kilobayta, sonra da digərlərinə keçər. Sadə məsələdə çətin bir şey yoxdur. Sürət verib, zaman verib. Həcm soruşsun. Uyğunluğu müəyyən edin. Deməli, şəbəkə keçidi, şuliz və yaxud da gateway dedik bayaqlarımız buna. Ondan sonra körpü və yaxud da bridge. Bir də toparlayıcı və yaxud da hub. Deməli, paketləri yalnız nəzərdə tutulmuş kompüterə ötürür. Deməli, A variantı heç birinə uyğun deyil. Çünki burada olacaq A variantında switch və yaxud da güclü bir hər hansı bir kompüter. B variantı. Deməli, A variantı heç birinə aid deyil. B variantı. Paketləri birləşmiş olduğu bütün kompüterə ötürür. Deməli, paketləri birləşmiş olduğu bütün kompüterə ötürürsə, olacaq nə? Hub. Ona görə hubla qurulmuş biz ulduza nə deyirdik? Passiv ulduz deyirik. Deməli, 3-ə nə getdi? B variantı. Ondan sonra ayrı-ayrı rabitə protokolları ilə işləyən müxtəlif tipli şəbəkələri birləşdirir. Deməli, bu da nə dedik? Gateway və yaxud da şuliz və yaxud da şəbəkə keçidi. C variantı. Diqqətli olun, bəzi qurğularda ayrı-ayrı protokollarla işləyən müxtəlif tipli şəbəkələri birləşdirir bu gateway. Şəbəkəni alt şəbəkələrə ayırır, yaxud lokal şəbəkələri birləşdirir. Yuxarıda demişdik bridge və yaxud da ki, körpü. İkiyə nə olacaq? D variantı. Ondan sonra deməli, göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutların ən səmərələsi, ən qısası üzrə göndərir. Bunu da yuxarıda dedik. Yönləndirici və yaxud da router. Belə. Hər biri aydın oldu yəqin ki, sizlər üçün. Halqa topologiyasının başlıca çatışmazlığı nədir? Deməli, halqada baxın, bu şəkildə qurulubsa əgər. Bu bir halqa topologiyasıdır. Burada tutalım ki, bu kompüter sıradan çıxdı. Bu istiqamətdə informasiya gəlirsə, kompüter sıradan çıxsa, bu birisine informasiya ötürüləcəkmi? Xeyr. Və yaxud da tutaq ki, hansısa kabel sıradan çıxdı. Onun informasiya ötürülərmi? Xeyr. Deməli, cavablara baxsaq, C variantında kabelin qırılması və hansı kompüterin sıradan çıxmasının şəbəkənin işinə təsir edir. Çatışmamazlığımız nədir? C variantı olacaq. Çünki arada hansısa biri sıradan çıxsa, o zaman problem yaranır. Belə, suallarımız bitdi. 20 dənə idi. Burada məsələ yox, misal yox. 14 dəqiqə çəkdi.
İzlədiyiniz üçün təşəkkürlər. Fikirlərinizi yazmağı, videomu bəyənməyi, abunə olmağı unutmayın. Hələlik.